bürcü 28 noyabr 2025-ci il. Sizi böyük işlər gözləyir. Ola bilər ki, bunları əvvəlcədən planlaşdırdığınız istirahəti və əyləncələri təxirə salmalısınız. Buna görə də sevinməsənizdə xəyal qırıqlığına da qapılmayacaqsınız. Əvvəla uğur qazanmaq imkanı öz-özlüyündə ruhlandıracaq. İkincisi, bugün qarşınıza çıxacaq vəzifələr özünüzü ən yaxşı tərəfdən göstərmək, heç kimin bilmədiyi istedadlarınızı üzə çıxarmaq üçün böyük fürsət yaradacaq. Nəticədə yeni müttəfiqlər və dostlar qazanma ehtimalınız yüksəkdir. Qeyri-planlaşdırılmış görüşlər, maraqlı tanışlıqlar mümkündür. Elə də istisna deyil ki, əvvəllər sizə yuxarıdan baxan və ya münasibətdən qaçan biri indi sizin rəğbətinizə sahib olmağa çalışacaq. Lakin tələsməyin, əvvəlcə onun nə istədiyini dəqiq öyrənməyə dəyər. Buğa bürcü 28 noyabr 2025-ci il. Bəzi mühüm qərarlar vermək lazım gələ bilər. Məlumat az olsa belə intuisiya və sağlam düşüncə sizin köməyinizə çatacaq. Bir çox buğalar çətin işləri üzərinə götürməyə hazır olduqlarını anlayacaqlar. Əvvəllər ağır görünən tapşırıqlar indi daha real təsir bağışlayacaq. Ulduzların dəstəyi sayəsində uğur qazanacaqsınız. Baxmayaraq ki, buna müəyyən qədər səy tələb olunacaq. Tanışlardan kömək istəyə bilərsiniz, amma onların sizdən daha yaxşı öhdəsindən gələcəyini düşünməyin. Hətta xoşunuza gəlməsə də başqalarının işini nəzarətdə saxlamaq vacib olacaq. Çox güman ki, vaxt tapmadığınız köhnə hobbilərinizə və maraqlarınıza qayıtmaq istəyəcəksiniz. Bu məşğuliyyətlər təkcə əhvalınızı qaldırmayacaq, həm də sizi maraqlı fikirlərə gətirəcək. Ən çevik buğalar isə hətta bunları gəlir mənbəyinə çevirməyin yolunu tapa bilərlər. Əkizlər bürcü 28 noyabr 2025-ci il. Bugünü faydalı keçirmək istəyirsinizsə, dərhal işə başlayın. Uyğun anı gözləməyə ehtiyac yoxdur. Təşkilati məsələləri çözmək, mühüm tapşırıqlar üçün yaxşı komanda toplamaq və əvvəl əlaqə qurmaqda çətinlik çəkdiyiniz insanlarla razılaşma əldə etmək sizə asan olacaq. Bəzi əkslərin həyatında böyük dəyişikliklərin başlanğıcı ola biləcək yeni ideyalar ortaya çıxacaq. Hər şey dərhal istədiyiniz kimi alınmasa belə, siz uğura inamınızı qoruyacaqsınız və bu düzgün nəticə əldə etməyinizə kömək edəcək. Xərçəng bürcü 28 noyabr 2025-ci il. Kiçik işlərə həddindən artıq enerji sərf etməyin və xırda anlaşılmazlıqlara görə əsəbləşməməyə çalışın. Gün ümumilikdə uğurlu olacaq. Hətta səhər saatlarında gözlənilməz problemləri həll etməli və ya qəfil yaranan narazılıqları aradan qaldırmalı olsanız belə. Əsas odur ki, bunlara ilişib qalmayasınız. Ən vacib məqsədlərinizi unutmadan irəliləyəsiniz. Böyük ümid bəslədiyiniz görüşlər sizi məyus etməyəcək. Sizə dəyərli dəstək göstərə biləcək insanlarla birgə fəaliyyət barədə razılığa gəlmə imkanı yaranacaq. Bəzi xərçənglər etibarlı müttəfiqlərlə yanaşı yeni dostlar da tapacaqlar. Lakin işlə şəxsi münasibətləri qarışdırmamaq vacibdir. Xüsusilə maliyyə məsələlərində az tanıdığınız insanlara güvənməyin. Şir bürcü 28 noyabr 2025-ci il. Tələsməyə dəyməz. Xüsusən də bu bazar günü mühüm işlərlə və ya ciddi maliyyə məsələləri ilə məşğul olmaq qərarına gəlmisinizsə, bir çox şeylər bugün həddindən artıq optimist olacaq və imkanlarını olduğundan yüksək qiymətləndirəcəklər. Belə olan halda çox böyük məqsədlər qarşıya qoyulacaq, amma onların həyata keçirilməsinin nə qədər çətin olacağı unudulacaq. Əgər vəziyyəti diqqətlə analiz etsəniz, bütün üstünlükləri və çatışmazlıqları ölçüb biçsəniz, qarşıdakı çətinlikləri öncədən görsəniz, uğurun yolunu tapmaq mümkün olacaq. Ünsiyyətdə seçici olmaq lazımdır. Yaxşı olar ki, yanında real düşünən və sizə həddindən artıq xəyallara qapılmağa qoymayan biri olsun. Əvəzində xəyalpərəstlərdən və əsassız vədlər verən insanlardan uzaq durmaq məsləhətdir. Əks halda onlar sizi çaşdıra bilər. Qız bürcü 28 noyabr 2025-ci il. Ünsiyyət üçün əla gündür. Yeni tanışlar sizə dərhal simpatiya duyacaq. Siz də onlara xoş təsir bağışlayacaqsınız. Açıq və səmimi olmağınız münasibət qurmağı asanlaşdıracaq. Dinləmə bacarığınız isə adətən məsafəli davranan insanlara da sizə tərəf cəlb edəcək. Gözlənilən dəvətlər və imtina etmək istəməyəcəyiniz təkliflər mümkündür. Sizdən məsləhət istəyənlər də olacaq. Onların təcrübəsi vaxtilə sizə çox kömək edib. Bundan başqa əvvəllər münasibətiniz pozulan və ya əlaqəsi kəsilən insanlarla barışmaq şansı yaranacaq. Gün vacib görüşlər üçün münasibdir. Əvvəldən planlaşdırdığınız işləri həyata keçirəcək və üstəlik yeni ideyaları irəli sürəcəksiniz. Onları reallaşdırmaq imkanı da tezliklə yaranacaq. Təşəbbüskar olmaq, fikirlərinizi bölüşmək üçün gözəl zamandır. Tərəzi bürcü 28 noyabr 2025-ci il. Siz çox şeyə qadirsiniz. Başladığınız işlərin uğurlu olacağına tam inanırsınız. Bugün çətin amma perspektivli bir layihəyə girişməkdən çəkinməyəcəksiniz. Üstəlik, əvvəllər heç kim ona yaxın durmağa cəsarət etmirdir. Yaradıcılıq tələb edən məqamlarda heç kim sizinlə rəqabət apara bilməz. Tapşırıq çətin görünsə belə geri çəkilməyəcək. Göstərdiyiniz səylərin qarşılığını tezliklə alacaqsınız. Əvvəllər sizin bacarıqlarınıza şübhə edən insanlar bugün səhv etdiklərini anlayacaqlar.
Onlardan bəziləri hətta sizə köməkçi olmaq üçün özünü təklif etməyə başlayacaq. Amma hələlik onlara tam etibar etmək düzgün olmaz. Bugün işgüzar intuisiya çox güclü olacaq. Maliyyə məsələlərində sizi aldatmaq mümkün olmayacaq. Bəzi tərəzilər kiçik amma stabil əlavə gəlir mənbəyi tapacaq. Digərləri isə çox sərfəli razılaşmalar imzalayacaqlar. Əqrəb bürcü 28 noyabr 2025-ci il. Sizi sakit və sabit bir gün gözləyir. Vaxtilə başladığınız işləri tamamlamaq, nəticələri dəyərləndirmək üçün əla zamandır. Yeni işə yalnız o halda başlamağa dəyər ki, özünüzü enerji ilə dolu və həvəsli hiss edirsiniz. Heç bir halda gözləmək istəmirsiniz. Əks halda isə bir qədər fasilə vermək daha doğrudur. Dincəlmək, ətrafı müşahidə etmək, məqsədlərinizi dəqiqləşdirmək üçün bu gün münasibdir. Vacib olan odur ki, kimsə sizə təzyiq göstərməsin, qarışıq məsləhətlərlə sizi çaşdırmasın. Bəzi insanlarla ünsiyyəti azaltmalı olacaqlar ki, işlərə negativ təsir göstərilməsin. Maliyyə məsələlərinə müsbət tendensiyalar üstünlük təşkil edəcək. Pul göydən düşməyəcək, amma əlavə gəlir qazanmaq şansı yaranacaq. Demək olar ki, bütün əqrəblərin uğurla alış-veriş etmə imkanı olacaq. Oxatan bürcü 28 noyabr 2025-ci il. Gün maraqlı fürsətlər gətirəcək, sizi xoş sürprizlərlə sevindirəcək. Bəzi məqamlar qarışıq görünə bilər, amma siz intuitiv şəkildə düzgün davranış xəttini seçəcəksiniz. Sanki içinizdəki kompas hər addımı dəqiq göstərəcək. Üstəlik bugün ətrafdakılarla ünsiyyət qurmaq həmişəkindən daha asan olacaq. Əvvəllər ünsiyyətdən yayınan insanlarla belə tez dil tapa biləcəksiniz. Maliyyə məsələlərində intuisiya etibarlı bələdçi olacaq. Hiss edirsinizsə ki, hansısa alış-veriş, investisiya məntiqlidir. Çox güman ki, bu həqiqətən belədir. Oğlaq bürcü 28 noyabr 2025-ci il. Günün əvvəlində kiçik çətinliklər mümkündür. Bu vaxt nəyisə unutmaq, qarışdırmaq, vacib detalı gözdən qaçırmaq və ya dostlarla razılaşmaq bir məsələni səhv anlamaq riski böyükdür. Lakin bu cür xırda səhvləri tezliklə görüb düzəldəcəksiniz. Buna görə də narahat olmağa dəyməz. Günün sonraki hissəsindən müsbət tendensiyalar güclənəcək. Artıq gün ortadan etibarən faydalı işlər üçün əlverişli vaxt başlayın. Daha sonra isə yaxınlarınıza kömək etmək və ya uzun müddət ailədə narahatlıq yaradan bir problemi həll etmək fürsəti yaranacaq. Bugün maliyyə əməliyyatları üçün münasibdir. Məsələn, depozit açmaq, sərfəli şərtlərlə kart rəsmiləşdirmək və ya böyük xərcləri planlaşdırmaq üçün. Dolça bürcü 28 noyabr 2025-ci il. Bugünkü açıqlığınız və pozitiv enerjiniz insanları özünüzə cəlb edəcək. Bir çoxları sizə həm mənəvi dəstək, həm də məsləhət üçün müraciət edəcək. Bəziləri isə sadəcə ürəkdən söhbət etmək istəyəcək. Amma diqqətli olun. Sizə yaxınlaşmağa çalışanların hamısı etimadınıza layiq deyil. Xüsusilə maliyyə məsələlərində seçici davranmaq vacibdir. Tanımadığınız insanlara borc vermək, vacib planlarınızı danışmaq, bütün sirrinizi açmaq uyğun deyil. Gün ümumilikdə maliyyə baxımından pis olmayacaq. Əgər xərcləri məntiqli şəkildə etməyə çalışsanız. Balıqlar bürcü 28 noyabr 2025-ci il. Bugün həm vacib işlər üçün, həm də sadəcə dincəlib rahat mühitdən zövq almaq üçün eyni dərəcədə uyğundur. Əgər tamamlanmamış işləriniz varsa, onlar aydın düşüncə tələb edirsə, bu günü məhz onların başa çatdırılmasına həsr etmək doğru qərar olar. Əgər biraz fasilə vermək istəyirsinizsə, ulduzlar buna mane olunur. Darıxmayacaqsınız, çünki məşğul olmaq üçün maraqlı bir şey tapılacaq. Bugün bir çox balıqlara diplomatik bacarıqları lazım olacaq. Əgər ailədə gərginlik və ya anlaşılmazlıq varsa, vəziyyəti yumşaltmaq və insanları barışdırmaq üçün yaxşı fürsət yaranacaq. Düzgün sözləri seçmək, uyğun məqamı tutmaqla münasibətləri daha isti edə biləcəksiniz.